Hamınızı xoş gördük. Bu Buludoglu 2019 MMC-nin layihəsi olan Nəcibə City layihəsinə əlaqədar ilk məlumat verərdik. Demək, bu layihə Yasamal rayonu Murtuza Muxtarov, yəni keçmiş Paloxin, Balababa Məcudov, Cəfər Cəbbarlı, bir də İbrahim Əbilov küçələri. 4 dənə küçədir kəşməsi. Orada 66 sotdur. O 66 sotda keçmiş vaxtı keçmiş həyət evlərdir və tam köçürülüb. Üzərində həmin 66-da 2 blok, 14 mərtəbə, 1, 2, 3, 4 otaqlı mənzillər, yine 6 qarajlar, 1-ci, 2-ci mərtəbə ofis, mağaza sahələri və Əbilov küçəsindən daxil olma həyətyanı sahə, istirahət mərkəzi. Yəni layihə 2 blok, 14 mərtəbədən ibarətdir. Bu layihədə bayaq qeyd edirəm ki, 1, 2, 3, 4 otaqlı evlərdir. Bu təmirli və təmirsiz formada. Və təmirli evlər tikiləcək, yaşayan, orada yaşayan sakinlərə verilir, tam təmir olaraq. Padmayak evlər isə yəni tam tikiləndən sonra satışa çıxan evlərdir. Bir otaqlar 54 kvadratdan 64 kvadrata kimidir. 2 otaqlar 90-99 kvadrat, 3 otaqlar 100-120 kvadrat, 4 otaqlar isə 168-170 kvadratdır. Nəcibə City layihəsi, layihənin də sifarişçi Buludoglu 2019 MMC-dir. Yenə gedişat ərzində məlumatlar verəcək. Sağ olun, Allah'a emanet olun.